Hər vaxtınız xeyir olsun. Xəbər verdiyimiz kimi Bakı Hərbi Məhkəməsində erməni əsilli şəxslərin hansı ki müharibə cinayətlərində təqsirləndirilirdilər, məhkəməsinin davam etdiyi və yekunlaşdığı bir vaxtda Fransa Milli Assambleyası Azərbaycan əleyhinə növbəti dəfə qətnamə qəbul edib. Qətnamənin lehinə 183 üzv səs verib, əleyhinə isə səs verən olmayıb və Fransa Milli Assambleyasının Azərbaycan tərəfindən saxlanılan keçmiş separatçı rejimin nümayəndələrinin dərhal və qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi qətnamə Parisin Cənubi Qafqazda sülh siyasətinə qarşı olduğunu bir daha təsdiq etmiş olur. Qeyd edeyim ki, qətnamənin yekdilliyi ilə qəbul edilməsi bu mövqenin təsadüfi olmadığını sübut edir. Bu sistemli şəkildə siyasi sifariş xarakteri daşıyır. Bu təbii ki, görünən tərəfdir. Digər bir məsələ, qətnamədə Azərbaycanın güya erməni mədəni və dini irsini sistemli şəkildə məhv etməsi ilə bağlı iddialar var. Hansı ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib və bunun istiqamətində müəyyən addımlar atıb. Hansı ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək azad edilmiş ərazilərdə mədəni irsin qorunması və bərpası prosesini sürətləndirmək üçün hər zaman çalışdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Burada bir məqamı da xatırlamaq yerinə düşərdi. Xatırlayırsınızsa, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən zirvə görüşündə Fransa prezidenti Emmanuel Macron Azərbaycan prezidenti İlham Əliyevə yaxınlaşaraq münasibətlərin bərpa edilməsi istiqamətində, gərginliyin aradan qaldırılması istiqamətində Azərbaycan prezidentindən xahiş etmişdi. Amma görünən odur ki, Emmanuel Macronun bu davranışı heç də səmimi xarakter daşımır və Fransa bundan sonraki mərhələdə də Cənubi Qafqazda sülhün yox, məhz gərginliyin davam etdirilməsi istiqamətində əlindən gələni edəcək. Bu dəqiqəyə və bu sahada Fransanın paytaxtı Parisdən çatdıracağımız xəbərlər bundan ibarət idi və prosesin davamını izləyirik. Yeni bir məlumat, yeni bir xəbər olarsa dərhal ARB 24 tamaşaçılarına bunu təqdim edəcəyik.